Hürmetli vatandaş, bugünkü leksiyalarımızı başlayımız. Leksiyada size galiyoruz, Washington'da sözleyimiz. Bugünkü islaha 2022 yıl 1. ayının 6. günü hürmetli vatandaş. Hazır sizler görüp duruvatısla vaziyet desek, Kazakistan'da zor külemlik namayiş partlap, hazır onu bir kısmına bastırgan boldu, yardarlar boldu, saqçılardan vafat bolğanlar boldu, namayişçilardan dayak yegenler boldu degендek. Hazır endi bunun besiqtirilmağanlığından haber yok. Hazır Johnson Jay'nin sözüge asaslansak, mesela sabah prezident Nazarbayev chet elge chiqib ketdi degan gapni qildi, rasmiy yolg'onmi bilgili bo'lmaydi. Ondan ikkinchidan Toqayev, prezident Toqayev hukumatning iste'fosini qabul qildi deydi, buni bilgili bo'lmaydi. Demak, Qozog'istonda hukumat hozir parallik holatga tushib qoldi degan gap o'tirg'i chiqmadi. Lekin vaziyat shunday shu yerga yetib kelgandek turamdi. Nima vatandoshim? Endi sizlar bu ishning tekstini surishtirib, tekstini tinglab, o'nglab, qo'zg'alib yurishinglarning ma'yusi yo'qkan, hozir Rola Shipping, ya'ni Rola obzori deydigan bir xabar keldi hozirlar. Yana bir torbit ekan, uning hikoyasi mundaq hikoya ekan. Diqqat qilinglar vatandoshlar. U hikoyada Wang Qishan bilan Jungo Markaziy komiteti hukumatning davlatning raisi Wang Qishan bilan sobiq rais Jiang Zemin ikkisining Qozog'istonga saqlab berishga bergan 100 tonna oltini bor ekan. Bu altından xabar topgan hozirgi Xi Jinping hukumati bu altını Qozog'istondan qaytarib berishni talab qilibdi. Demak, molni bergan kishi Wang Qishan bilan Jiang Zemin ular ular o'zlari qaytarib olamiz yoki bermidiq deb isbotlamagan ahvol ostida hozirgi hukumat Xi Jinping buni Qozog'istondan talab qilishi yo'lsiz bo'ladi. Shuning bilan Qozog'iston bu 100 tonna oltinni berishni rad qilibdi. Rad qilgandan keyin shu oltinni qaytarib deb yetib borgan Wang'i 3-4 kun bo'ldi Qozog'istonga borg'ili. Qaytibli kelibdi-yu, Wang'i minister Wang'i tashqi ishlar ministeri qaytib kelgandan keyin Qozog'istonda bu to'polon ko'tarilgan gap vatandosh. Hozir ham ikki davlatning xiyonatchilari deyli. Chungoning xiyonatchilari Wang Qishan, Jiang Zemin 100 tonna oltinni mamlakat ichida saqlaydigan yo'q, saqlay olmaydi. Qozog'istonga saqlab berishga bergan gap, cho'ng davlatlarga bermagan gap, ya'ni ishonmagan gap. Yani Qozog'iston qaytarib bermaganda bu inqilobni qo'zg'ab, siyosiy hokimiyatni og'dirayli dedimi Jungo? Wang'i efendi buni bir nima degili bo'lmaydi, vatandosh hikoya ashundoq so'zlandi. Men u hikoyani anglab hayron qoldim hozir vatandoshim. Hozirgacha hisobda o'lib ketganlar, o'lib ketgan saqchilarning soni, o'lib ketgan saqchilarning soni hozirgi dunyo, ey dunyo vatandoshim, ey dunyo. Hozir mana 1. ayning 5. kunidagi bir xabarda bu xabar jiddiy holat e'lon qildi bu davlat. Hukumat iste'fo berdi, uchur aloqa uzilib qoldi.
Mavzulu xəbər 1-ci ayının 5-ci günü Paks 168 torbiti elan qılındı. Vətəndaşım Almatada şəhərlik hökumətinin binası radikallarının hücumu uçurdu dedi. 500'dek fura urup yarlandırıldı dedi. Bir neçə şirket bulap talandı, bir neçə 100 şirket dedi. Topalağının kengişige əgişip internet bütün Qazaqstanda taqaldı dedi. Alaqala üzülüp getdi dedi. Həftənin 3-cü günü Prezident Toqayev hükümetin istifanamızını qəbul qıldı dedi. Qazaqstan soda vaizla ümiki atamken mındaq görsətdi deydi. 190 nəfər kişi tibbi yardım gerek oldu deydi. Cümleden bunun içinde 137 nəfər saqçını öz içigalıdır deydi. Şəhərlik hükümet dairələri ahallarını sırt kaçmazlıqı dəvət qıldı deydi. Sırtqa çıxmazlıqını, öydən çıxmayı, öyünün içində oturuşun dəvət qıldı deydi. Qazaqstan İçki İşlər Ministerliyi xəbər qılıb mındaq görsətdi. Bu qətlən namayişdə 8 nəfər saqçı və dövlət amallığı saqçıları vəfat oldu. Ondan başqa 317 nəfər saqçı yaralandı. Demək, Cungodakı 2 nəfər xiyanətçi Wang Qishan Jiang Zemin 100 tonna altını Qazaqstana saqlab berishki beribdi. Bunun üçün Qazaqның oğul qızları, Qazaqның saqçıları topalan bilen, namayış bilen bir-birini yardar qıptı. Mana mava dünyanın reallıqdaki bir hikayet anlap qoyuğunu hürmetli vətəndaşlar. Şuna bizden qoşnumuz Qazaqstanda yaşaydığan Uyghur qarindaşlarımız var. Bu Uyghur qarindaşlarımızga bizden məsləhətimiz şu ki, arlaşmaqla. Bu işlağı arlaşmaqla Qazaq xalqı üzü başlap, üzü bir tərəf qılıb, ayaqlaşdırıb çıxalaydı. Arlaşmaqla, balı çaqanlarını beqinla, üzünlarını xatırcam tutunla. Bu iş Xitayның xiyanətçiləri münasibətlik işlarkən, Xitayның xiyanətçiləri üçün sizlər yana cinayetçi ayınlıb, yoki zərb berdiğən obyekt ayınlıb qanmaqla. Şunda qılınla Uyghur vətəndaşlar. Mesela Uyghur qarindaşlarımız Qazaqstanda yaşayatqan. Qazaq xalqı özü bir tərəf qılıb, özü axırlaşdırdı bu işni. Əgər işin əğirlik dərəcəsi şu dərəcədə buladigan bolsa, endi 100 tonna altını Nazarbayev hükümeti qaytırıb bermese, axır bu namayış təşkillenген bolsa, endilikdə Cungo'nun içki kısmı kilimizde, o vaxtada Wang Qishan Jiang Zemin 100 tonna altını Qazaqstana saqlaşqı bəgən Wang Qishan Jiang Zemin bula kimli? Hazır olanın təqdiri nəmə? Partiya içində köreşke elindi mi? Bu məsələ oturuq koyuldu mu? Partiya içində köreş kəskilleşdi mi? Yoki bir tərəf qilish aldı kirdi mi, kirmidi mi? Bu doğru fikir yox. Bırak Govingoy hazır toxtumay sözləvatıdır bu məsələni. Partiya içində köreş mında qulavatıdır, anda qulavatıdır, Kompartiya az gündə halak oldu bu dep. Onun gibini anlaylı. Hazır ma rola, rola onun obzoru degen bu hikayet. Bu hikayet, xalqı hikayet oldu vətəndaşım. Şu an Qazaqstan vaqələrə sırtdan, içidən, yıraqdan, yaxından diqqət qılıbatqan Uyghur vətəndaşlar, üzənlərini ayağınla, ufurab ketmənlə bu işlə Qazaqstan Cumhuriyeti ilə münasibeti Cungo dövlətinin, Cungo Kompartiyasının oturusudaki işkən siz bilən, biz bilən heç qanda əlaqələri yox ki vətəndaş. Şuna hər qandaq vaxtda Qazaqstanda yaşayatqan Uyghur qarindaşlarımız səzgür bulunla, Qazaq xalqını qollanla, Qazaq xalqı üzü bu işdən axırını üzü düşürdü dep işini mən şəxsən vətəndaşı.